Şərtdə AD, DY və SY-nin bir-birinə bərabər olduğu verilib. Bunu şəkil üzərində qeyd edək. Şəkildən də göründüyü kimi 2 dənə bərabəryanlı SYD və AYD üçbucağı alınır. Bərabəryanlı üçbucaqların bərabər bucaqlarını qeyd edək. Daha sonra şərtdə BAD bucağının 57 dərəcə olduğu verilib. Bunu da şəkil üzərində qeyd edək. Üçbucağın bir xarici bucağı ona qonşu olmayan iki daxili bucağın cəminə bərabərdir. Bu qaydaya əsasən beta bucağının 2 dənə alfa bucağına bərabər olduğunu yaza bilərik. Digər tərəfdən qeyd etdiyim hissə daxili bir tərəfli bucaqlar olduğuna görə həmin bucaqların cəmini 180-ə bərabər eləyə bilərik. Yəni alfa üstəgəl beta üstəgəl 57 dərəcə bərabərdir 180 olur. Daha sonra bu bərabərlikdə betanın yerinə 2 alfa yazıb tənliyi həll eləyək. Alfanın 41 olduğunu tapdıqdan sonra bucaq ADY-ni hesablayaq. ADY bucağını x ilə işarə eləsək, BAD və CDA bucaqları daxili çarpaz bucaqlar olduğuna görə onlar bir-birinə bərabər olur. Onda alfa üstəgəl x 57 dərəcədir, x isə 16 dərəcəyə bərabər olur.